Məntiq testindən ilk tanış olduğum zamanları xatırlayıram. Deməli, kitabı orta hissəsindən belə açdım. Gördüm ki, çox qəribə-qəribə işarələr var. Öz-özümə fikirləşdim ki, Allah bilir bu işarələrin hər birinin necə mənaları var. Halaldır bu testi eləyə bilən adamlara. Yəni mən bunu heç vaxt bacarmaram düşüncəsi ilə. Sonralar o testlər mənim ən yaxşı bacardığım testlər oldu. Yəni ki, məntiq testləri içərisində ən çox onları sevirdim. Onları həll eləmək mənim üçün böyük bir zövq verirdi. Qıraqdan baxana döyüş asan gəlir. Atalar sözü həmin gün mənim üçün tamamilə dəyişdi. Qıraqdan baxana döyüş çətin gəlirə çevrildi. Və bu gün də düşünürəm ki, doğrudan da kənardan baxanda döyüş çətindir. İçərisinə girdikdə, yəni o prosesin içərisində olduqda sən bunu müzakirə eləmirsən. Çətindir yoxsa asandır? Ya proses bitir, sən illər sonra, aylar sonra fikirləşirsən ki, mən necə əziyyətlərdən keçmişəm. Ya proses heç başlamayıb, sən fikirləşirsən ki, mən neyləyəcəm? Beynimizdə qururuq, filan şey baş verəndə mən də belə davranacağam, belə danışacağam, belə hərəkət eləyəcəm, amma zaman gəlir, çatır, o özümüzü yorduğumuz, o əziyyət çəkdiyimiz o cümlələrin hamısı bir kənarda qalır, tamamilə başqa cümlələr qururuq, tamamilə də başqa cür hiss eləyirik. Hiss eləyəcəyimizi düşündüyümüz kimi yox. Situasiyanın özü heç vaxt çətin olmur. O hadisəni yaşamaq çətin deyil. Çətin olan o hadisəni yaşamadan öncə onu beynində canlandırıb o əziyyəti özünə verməkdir. Ən çətini budur inan ki.